Gilas ağacı, Eyvaz Zeynalov. Qış sərt, görünməmiş soyuğu, şaxtası, qar qiyaməti ilə gəlmişdi. Sanki kasıb-çusubun, yetim-yesirin qulluğunda durmaq əvəzinə onlara qan utduran insafsız, zalım məmurlarla əlbir dilbir olmuş, onsuz da min bir ehtiyac içində keçən gün güzaranlarını, dolanışıqlarını daha da çətinləşdirmişdi. Belə bir havada iki uşağı ilə gözü yolda, qulağı səsdə qalan Səliməni hər şeydən artıq narahat edən odun ocaq dərdi idi. Əri Rəhim dolanışıq çörək pulu dalınca Bakıya gedəndə odun ocaq üçün pul qoymamışdı. Daha doğrusu qoymağa pulu olmamışdı. Hesabla bu tərəflərdə kənd kəsəydə havanın birdən-birə dəyişməsində, pisləşməsində Rəhim xəbər tutmalı, özünü onlara yetirməli idi. Televizor Bakının özündə də havaların pisləşəcəyini, qar boran olacağını, yolların buz bağlayacağını qabaqcadan elan etmişdi. Lakin Hava Məlumat Bürosunun bu münacimliyinin Bakıda nə dərəcədə gerçəkləşdiyindən Səlimənin xəbəri yoxdur. Adi halda yenə nə qədər olmaya günün müəyyən vaxtında kəndə verilən işıqların qar çovğun başlayandan işıq divlərini tamamilə kəsmişdilər. Televizora baxa bilmirdilər. Rəhim Qarabağ müharibəsi iştirakçısı idi. Səlimə ilə atəşkəsdən sonra ailə qurmuşdu. Onu qonşu kənddə cəbhə yoldaşının toyunda görüb bəyənmişdi. 2 övladları vardı. Biri qız, biri oğlandı. Qız 5-ci, oğlan 2-ci sinifdə oxuyurdu. Kənddə iş-güc dolanışıq yoxdur. Başı papaqlıların çoxu dolanışıq dalınca yaxın uzaq ölkələrə üz tutmuşdu. Rəhim də Bakının qul bazarına dadanmışdı. Birdən bir ay bərdən ayını itirdi. Tikintidə orada-burada qara fəhləlik edir, əlinə biraz pul düşən kimi arvad uşağını əyinbaş palpaltar alıb geri dönürdü. Cibində qalan pul yemək içməklərinə, dolanışıqlarına 10-15 gün, bəzən daha artıq çatırdı. Ancaq Rəhim Bakıdan həmişə qazanc pul gətirə bilmirdi. Birdən iş-güc tapmır, üzü qara qız kimi əlli istə ətəyində uzun, cibi boş geri qayıdırdı. Bəzən hətta yol haqqısını belə yoldaşlarından borc alır, ümidini növbəti dəfəyə bağlayırdı. Rəhimin atası erkən rəhmətə getmişdi. Anası əri Qarabağda şəhid olmuş 3 uşaqlı bacısı ilə qalırdı. Rəhimgillə müqayisədə Səlimənin ailəsi, qohum əqrabası imkanlı idi. Qardaşlarının üçü də Moskvada alverdə idi. Səliməyə yaxşı cehiz vermişdilər. Ara bir Rəhimə də əl tuturdular. Amma quyuya su tökməklə quyu sulu olmaz. Səlimənin qardaşları neçə dəfə quyu sahibinin özünə də Moskvaya yanlarına aparmaq istəmişdilər. Həm də arvad uşağı ilə birlikdə. Rəhim getməmişdi. Qorxurdu, qaynı uşaqları kimi onun uşaqları da rus təhsil tərbiyəsi alandan sonra kənd kəsəyi bəyənməyə, yabancılarla ailə qura, yad torpağa bağlanıb qala, dilini, vətənini unudalar. İxtiyar sahibləri hapa-copa basırdılar ki, tezliklə vəziyyət yaxşılığa doğru gedəcək. Hər şey düzələcək, lakin nəsə dəyişsə də heç nə düzəlmirdi. Yayda isti olanda dərd yarı idi. Qış başdan ayağa əlavə qayğı, problem deməkdir. Bu ildən evlərini qızdırmaq üçün dişləri dırnaqları ilə əkib becərdikləri meyvə ağaclarını kəsib yandırırdılar. İndiyəcən kənddə hələ belə şey görünməmişdi. Soyuqlar düşəndən bar gətirən iri oduncaqlı ağaclar həyətlərdə günü-gündən seyrəlirdi. Bu cür davam etsə, növbə tezliklə o biri cavan ağaclara da çatacaqdı. Barına bəhrinə göz dikdiyin dilsiz, ağılsız, günahsız ağaclara cəllad balta dəhrə qaldırmaq ağla sığmaz müsibət, dəhşətdir. Amma əlac nə idi? Düz sözdür ki, su meymunun boğazına çıxanda balasını ayağının altına alar. Ötən il Rəhim Meşəbəyinin saqqalının altından keçərək oğurluq-doğurluq qışa xeyli odun tədarük etmişdi. Bu il qadağanı çox bərkitmişdilər. Meşəbəyi daha rüşvətlə filana baxmır, canından qorxurdu. Düzünü axtarsan, meşədə əvvəlki meşəlik qalmamışdı. Ağlamalı gündə idi. Neçə yüzillik iri saytal qiymətli ağacların axırına çıxmışdılar. Əvvəl hardan baxırdın? Bax, 10 metr irəlisi görünməyən meşə indi daz, keçəl başı xatırladırdı, tala-talaydı. Yuxarıdakılar buna görə milləti, qara camaat da yuxarıda isti, rahat kabinetlərində buğlana-buğlana, ona dəymə, buna əl vurma, doğra doyunca ye deyənləri günahlandırırdı. Neçə ildir söz-söhbət gəzirdi ki, rayon mərkəzinə qaz çəkiləcək, bir qanadını, bir xəttini də kəndə gətirəcəklər.
Fəsillər bir-birini əvəz edir, il dolanır, qarlı qış təzədən qapını kəsdirirdi. Amma qaz məsələsi aç toyuğun yuxusundakı darı kimi çini olmur, göyərmirdi. Əvəzində həmin qaz başlarının üstündə Gürcüstana, Gürcüstandan Türkiyəyə, Türkiyədən də Yunanistana gedib çıxırdı. Eşitdiklərinə görə o qaz heç orada, o uzaq Yunanistanda da bənd almayacaqdı. Özünü Avropanın göbəyindəkiləri qızdırmağa çatdıracaqdı. Çünki Avropalılar bizim millətə baxanda çox dözümsüz millətlərdir. Bahalaşmamışdan qabaq oradan-buradan oğurluq-doğurluq bir təhər salyarkada tapıb yandırırdılar. Gündə bir yeni elektrik stansiyası işə düşürdü. Ancaq həmişəki kimi cirə ilə verilən işıq lampalarını közərsə də tok peçlərinin gücü çatmırdı. Qar yağanına onu daha çox görmüşdülər. Bakıya gedən gün Rəhim əlacsız qalıb iri, peyvənd ərik ağacını baltalamışdı. Qışın oğlan çağında ailəsini odunsuz Allah ümidinə qoyub getməyəcəkdi ki. Kənardan əli qoynunda çirimişcə matdım-matdım hərəkətlərinə tamaşa edən arvad uşağının Rəhimin özü qarışıq bu ərik ağacı ilə bağlı çox xatirələri vardı. Uşaqlar valideynlərindən xəlvət əvvəlcə onun çal turş meyvələrini duza batırıb ağızlarını büzüşdürə-büzüşdürə marçıltı ilə ləzzətlə yeyər, meyvələri sulanıb yetişəndə isə daha artıq çərdəklərinin üstündə dava salardılar. Ləpəsi şirin, çox dadlı idi. Səlimə seçib iri sağlam meyvələrinə mürəbbə bişirər, kompot bağlayardı. Sabah-sabah çayla içdikləri bu ilki ərik mürəbbəsindən hələ neçə bankası dururdu. Tezliklə yaz gələcək. Hansı hesabasa dəhrə balta görməyən bağça bağlar, ağaclar təzədən çiçəkləyəcək, bar gətirəcəkdi. Lakin onların ərik ağacı daha olmayacaqdı. İndi bir qıraqda məlul müşkül dayanıb ağacın meyvələrini necə yediklərini xatırladıqları kimi o zaman da ağacın özünü necə baltalayıb yandırdıqlarını xatırlayacaq, təəssüflənəcəkdilər. Baltalanan ərik ağacı gözlərinin qabağındaca böyrü üstə aşmış, şaqqıltı ilə yerə sərilmişdi. Bir müddət qarın içində canlı kimi tərpənmiş, cabalamış, silkinib təzədən dikəlmək, ayağa qalxmaq istəmişdi, amma bacarmamışdı. Can çəkişirmiş kimi əsmiş, titrəmiş, içində qımıldanaraq sakitləşmişdi. Rəhim fərqinə varmadan bu dəfə onu qəddarcasına şaqqalamış, arvad uşaqda artımadak odun yığılana daşımışdı. Bayaqdan pəncərədən bağçada qarın içində qaralan başları kəsilmiş ağacların kötüklərinə baxan Səlimə ərik ağacının yerdə qalan odununu da yandırıb qurtarandan sonra neyniyəcəyini bilmirdi. Özünkülərə əli çatmırdı. Yol riz bağlanandan dəryada tənha unudulmuş adaya dönən kənddə yaxın simsarı Rəhimin anası, bacısı idi. Onlara da nə qədər qılıqlanıb qırtıqlansa, mehribanlıq etsə də ağızları ondan düzəlmirdi. Araları sərindi. Ayda ildə o da Rəhim evdə olandan olana qapısını açırdılar. İşlərbaşı qaynanası idi. Nədir, vaxtı ilə Rəhim onun göz aldığı tələsib öz yanında adını çıxartdığı qohumunu, qızını bəyənməmiş, iki ayağını bir başmağa dirəyib Səliməni almışdı. Səhər-səhər həyat bacanın qarını buzunu çürüyəndə, toyuq cücənin qar altında qalıb bir tərəfi uçmuş hinini düzəldəndə, onlara dəm verəndə, donmuş su çəninin donunu açanda, artırmada səliqə sahman yaradanda, uşaqları nə qədər əlindən tutsa da öz-özünə bir daha fikirləşmişdi ki, kişisiz ev eşi həqiqi mənada suyu sovulmuş dəyirman kimi bir şeydir. Qızı elə bil ürəyindən keçənləri oxumuşdu. Səssizcə yaxınlaşıb soruşdu. Ana, atam hasan gələcək? Bilmirəm qızım, dedi. Odunumuz qurtarır, bəs atam gəlməsə neyniyəcək? Deyəsən köməkləşib ağaclardan birini də kəsmək olacaq. Biz, özümüz, qız təəccübləndi. Hə, sən, mən, bir də qardaşın. Bacararıq, qızı inamsız soruşdu. Görək də, sınıyarıq, gülümsəyərək qızın saçlarını sığalladı. Ana, ağacların hamısını kəsəcəyik? Belə getsə hamısını. Soyuqdan donmayacağıq ki. Ana, kiraz ağacını da kəsəcəyik. Bayaqdan kənardan onların danışığını eşidən oğlu da yaxınlaşdı. Hə, bəs necə? Anasının əvəzinə tezcə bacısı cavab verdi. Donmayacaq ki. Qızın cavabındakı hiccə, acıq, hayıf alma açıq aydın duyulmaqdaydı. Qardaşı bayaq rəngli karandaşlarını ona verməmiş, bircə anda pişik kimi cırmaqlaşmış, dalaşıb küsüşmüşdülər. Yox, mən gilas ağacını kəsməyə qoymayacağam. Oğlan birdəncə kirpi kimi bacısının üzünə qabardı. Demək, şaxtadan donub ölməyimizi istəyirsən, hə?
bacısı hissəsindən əl çəkmədi. Donub ölməyimizi istəmirəm. Sualın qoyuluşu tonu əvvəl oğlanı bir balaca çırıqdırsa da özünü doğrultdu. Amma gilas ağacını kəsməyə qoymayacağam. Gilas ağacını oğlan atasının köməyi ilə əkmişdi. 2 ildir qulluğunda dururdu. Bu yaz nübarını da yemişdilər. İri, ətli yanağı, qırmızı dadlı, ləzzətli meyvələri vardı. Atası meyvəsini görəndə gilas ağacını tərifləmişdi. Belə gözləmədiyini söyləmişdi. Birazdan oğlan bacısının anasının astadan xısın-xısın nəsə pıçıldadığını gördü. Ayaqlarının ucunu yaxınlaşıb dinşədə bacısına deyirdi. Ana, gilas ağacını gecə qardaşım yatanda kəsərik, hə? Fikirli halda gözünü hələ də pəncərənin şüşəsində bayıra zilləmiş anası dinmədi. Oğlunun bu gilas ağacını atası ilə köməkləşib əkəndə necə sevindiyi Səlimənin yaxşı yadındaydı. Ağacın dibini doldurub sulayandan sonra oğlu atasından soruşmuşdu. Ata, demək yazda bu gilas ağacı çiçəkləyib meyvə gətirəcək, mən də dərib yeyəcəm, hə? Atası xəfifcə qımışmışdı. Demişdi. Oğlum, bizim bir müəllimimiz vardı. Sən lap onun kimi düşünürsən. Elə hey hamıdan soruşardı. Vətən üçün neynəmsən? Sən də bir ağac əkmisən, o saat ondan meyvə umursan. Ağacı əkmək hələ işin başlanğıcıdır. Əkdinmi gərək başı, bəri başdan onun nazını çəkə, becərə, bar verən hala gətirəsən ki, sonra ondan nəsə uma meyvəsi haqqında düşünəsən. Pis baxarsan, barını behrəsini yeməzsən. Yaxşı baxarsan, yeyərsən. Əvvəl elə nəsə var, ver ki, almağa üzün olsun. Bu, təbiətin qızıl qanunudur. Təbiətin qanunu hardasa bir balaca əyləndə bütün nizamı tərəzi pozulur. Aləm bir-birinə qarışır. Rəhim bilə-bilə ki, belə bir soyuq havada, qar boranda, qul bazarında iş axtarmaq, iş tapmaq, lotereya oynamaq kimi bir şeydir. Yenə orada-burada daldalanaraq günortayacan ümidlə gözlədi. Ancaq səhərdən başlayan şimal küləyi sakitləşmək əvəzinə get-gedə daha da gücləndi. Axırda qar da yağmağa başladı. Başını götürüb hərə bir tərəfə dağıldı. Şaxtanın yavaş-yavaş iliyinə işlədiyini görən Rəhim nəhayət inadından əl çəkərək bu çovğunun fışqırığın qabağında dayanmaq iş yox, bəlkə Allahdan özünə ucuz azar-bezar axtarmaqdır. Kirayə qaldığı evin yanındakı parkın başında avtobusdan düşdü. Yolu parkın içində idi. Təsadüfə azıb təzəni saymasaq, burada istirahət edənlərin əksəriyyəti ətrafda yaşayan qonşu qonumdur. Gəlib getdikcə də qonşu qonumla o qədər rastlaşmışdı ki, çoxunu üzdən tanıyırdı. Onlar da Rəhimi tanıyır, ona azıb təzən kimi yox, məhəllə adamı kimi baxırdı. Zarafat deyil, fasilələrlə də olsa ağabacı arvadının evində kirayə qaldığı 2 ildən artıqdı. Ağabacı arvad ürəyi yumuşaq, insaflı, gözü könlü tox, bir sözlə yaxşı arvaddır. Evində qalmadığı günlərin pulunu Rəhimdən almır, boş qalanda evinə Rəhimdən başqa kirayənişin buraxmırdı. Əlbəttə, istəsə buraxa bilərdi. Rəhim kimi müvəqqəti gəlmələr, ucuz ev axtaranlar Bakıda çoxdur. Sadəcə ağabacı arvadın üzü-gözü Rəhimə, Rəhimin də üzü-gözü ona öyrəşmişdi. Hər ikisi elə bilirdi, bir-birinə yad yalava yox, yaxın qohum əqrabadır. İndiki zamanda adama hər gün nə ağabacı arvadı kimi ev sahibəsi, nə də Rəhim kimi sakit, başı aşağı qanacaqlı, mərifətli danışığını, yediyini, içdiyini bilən kirayəçi yurcaq olmurdu. Biraz sərgəli atdı, nə qədər olmaya dövlətimizin bayrağı daxı. Səsə çönəndə arxada yol qırağı işıq dirəyinin altında dayanmış köhnə, sınıq salhaq, çirkli zibil daşıyan samasval maşını gördü. Kabinadan başını çıxardan sürücü cındırından cin hürkən, alkaşa oxşayan tösmərək kişiyə acıqlanırdı. Amma onun heç vecinə də deyildi. İşıq dirəklərindən açdığı üç rəngli, ay ulduzlu bayraqları necə gəldi maşının kuzasına atırdı. Adətən dövlət bayraqları bayram günlərində filanda səhər tezdən küçələrdə asılır, günortadan sonra axşama doğru yığışdırılırdı. Nə qədər fikirləşdi, bu gün hansı bayram olduğunu yadına sala bilmədi. Hava pis olduğunu görə parkda yiyəsizlik idi. Amma Rəhim o tərəf bu tərəfə boylanaraq baxışları ilə ətrafda kimisə axtardı. Bu vaxtları havadan asılı olmayaraq Balaqədeş parkda itlərini gəzdirərdi. Daha doğrusu özgələrini itlərini. Rəhim Balaqədişi fantanın yanındakı iri şam ağacının daldasında külək tutmazda tapdı. Təkdir. Həmişə zəncirindən yapışıb hərlədiyi bir qara, o biri alabula canavar kimi iri cinsi itlər gözə dəymirdi.
Qolları süzülmüş, rəngini çoxdan itirmiş, köhnə kurtkasının boynunu qaldıraraq sağ çiyninə ağacın çələ-kötür gövdəsinə dirəyib dayanmışdı. Damağında siqaret suyu çoxdan sovulmuş, qurumuş fontanın hovuzunda nəsə axtaran süləngi küçə itinə baxsa da fikri özündə deyildi, dağınıqdı. Rəhim Balaqədəşlə haçansa elə bu parkda təsadüfən tanış olmuşdu. Əvvəl elə bilmişdi, itlər Balaqədəşin özünündür. Sonra öyrənmişdi ki, başqasınındır. Daha doğrusu, varlı hallı adamlarındır. Hərəsində öz sahibi var. Balaqədəş həmin varlı ballı adamları it gəzdirəni idi. Bu iş üçün it sahiblərinin hərəsindən nə az nə çox ayda təzə pulla düz 150 manat alırdı. Bu işi Balaqədəşə tanışlarından biri tapmışdı. Belə çıxmasın ki, Balaqədəş işsiz gücsüzün avaranın biridir. Yox, qətiyyən, Balaqədəş neçə ilin ali təhsilli tarix müəllimi idi. Digər, bu ali təhsilli müəllimlik onu ailəsinin adam balası kimi dolandırmırdı. Arvad uşağının yanında üzü qara, günü necə deyirlər, itin günü idi. Gəzdirdiyi elitar, kübar, xoşbəxt itlərin günü kimi yox ha. Onların günü bu ölkənin insanların çoxunun günündən yaxşı idi. O itlərə göstərilən qulluğu, qayğını, yaradılan şəraiti, dəmdəstgahı nə ali təhsilli Balaqədəş, nə də əlləri hər üzünü qızıl sayılan Rəhim kimisi heç yuxusunda da görməmişdi. Balaqədəşin gün güzaranı itin günü idi. Deyəndə söhbətin axşamacan küçədə ac-yalavac sürülənən, susuz fontanın hovuzunda nəsə axtaran, hər addım başı döyülüb söyləyən, kimsənin yanında qara qəpikliyə hörməti olmayan küçə itlərindən getdiyini başa düşmək lazımdır. Balaqədəş hər birində 30-35 şagirdi olan neçə sinifdə tarix dərsi deyirdi. Gənc nəslə ölkəsinin, millətinin şanlı tarixini öyrədirdi. Bunun müqabilində ayda əlinə düz əməlli heç 100 manat da almırdı. Amma bir iti səhər-axşam çıxardıb parkın ətrafında cəmi cümlətanı 1-2 saat gəzdirdiyinə görə ayına 150 manat verirdilər. 2 itə görə 300 manat alırdı. İtlərin yemək içməyinə, təmizliyinə, yatıb durmağına və s. baxanlar Balaqədəşdən də artıq aylıq alırdılar. Üstəlik, itlərin handa təzə keyfiyyətli ət, xarici kalbasa, sasiska, daha nə bilim, nə paylarında əl qapıları da vardı. Balaqədəş gözdə qulaqdaydı. Dediyinə görə gəzdirmək üçün daha bir it də tapsaydı, məktəbi müəllimliyi bir dəfəli yatacaqdı. Çünki it gəzdirməkdə dərs demək məktəb tutmurdu. Zənciri qolunda itlə küçədə təsadüfən müəllim yoldaşları, illah da şagirdləri ilə qarşılaşanda Allahdan özünə ucuz bir ölüm arzulayırdı. Bilmirdi, qaçıb başına hansı yırtıq deşiyə soxsun. Salam əleyküm, nə var, nə yox? Rəhim Balaqədəşin hal-əhvalı ilə maraqlandı. Balaqədəşin keyfi yoxdur. Rəngi ruhu qapqara qaralmışdı. Rəhim üzlüyündə bunu havanın sərtliyi ilə əlaqələndirdi. Balaqədəş, sağlığın, deyib könülsüz əlini sıxdı. Nədir? Balam, niyə tersən? Bəs itlərin hanı? İtlərlə qurtardım. Balaqədəş mayasız, məskənsiz, xırda biznesə qurşanan, əvvəl əli bir balaca gətirsə də, sonra qəfildən müflisləşən bankrot olan adam kimi dilləndi. İtlərlə qurtardın? Doğrudan? Rəhim inanmadı. Axı Balaqədəş itlərlə yox, məktəblə qurtarmağa hazırlaşırdı. Doğrudan, Balaqədəş dili ilə dediyini başı ilə də təsdiqlədi. Axı niyə, nəyə görə? Rəhim fikirləşdi ki, yəqin Balaqədəşin istədiyi məktəbdə yenə nəsə bir qanqaralıq baş verib. Muzlu it gəzdirməyindən məktəbdə xəbərdardılar. Fərqi yoxdur. Şagirdi, müəllim yoldaşı, yoxsa valideynlərdən hansısa haçansa görüb bilib məktəb direktorunu yerli yataqlı ətraflı çatdırmışdı. Direktor da həmin saat Balaqədəşi kabinetinə çağırıb profilaktik tədbir kimi ikilikdə geniş söhbət aparmışdı. Axırda xəbərdarlıq etmişdi ki, bu biabırçı müəllimi yaraşmayan, təlim-tərbiyə ilə bir araya sığmayan işdən əl çəksin. Yalan gerçək söz vermişdi ki, Balaqədəşə əlavə dərs tapıb düzəldəcək. Sonra direktor istəmişdi ki, Balaqədəş də ona söz versin, yalanmı, gerçəkmi, baş üstə desin. Amma direktor nə qədər dirənmişdisə də, Balaqədəş baş üstə deməmişdi. Ona görə ki, direktor kimi boş-boş söz verməyi, yalandan danışmağı bacarmırdı. Direktor qalmışdı iki daşın arasında, mat-məətəl. Bilməmişdi, Balaqədəşlə neyləsin. Çünki Balaqədəş hər müəllimin tayı deyildi. Çox da it gəzdirirdi. Fənnini ki, yaxşı bilirdi. İşinin ustasıydı.
vicdanla dərsləyirdi. Odur ki, Balaqədəşdən istədiyini ala bilməyən direktor axırda çar-naçar onu dədəboyu verməklə kifayətlənmişdi. Son günlər işimi haram qatmışdım. Balaqədəş handan-hana günahını etiraf edirmiş kimi dedi. İtləri tək-tək yox, eyni vaxtda götürür, xəlvəti qoşalaşdırıb birlikdə gəzdirirdim. Necə deyərlər, bir güllə ilə 2 dovşan vurmaq həvəsinə düşmüşdüm. Ağlım məktəbə getmişdi. Hərdən müəllimin biri qəfil xəstələnib eləyib gəlməyəndə, paralel siniflərdə eyni dərslər təsadüfən toqquşanda, sinifin biri boş qalmasın deyə ikisini birləşdirib bir yerdə yola veririk. Fikirləşirdim ki, it də şagirddən artıq deyil ki. Demə, bəziləri üçün artıqmış. Gözü götürməyənlər bunu itlərin sahiblərinə çuğulladılar. Onlar da məni işdən qovdular. Dedilər, itimizi daha sənə etibar edə bilmərik. Xahiş edəydin, deyəydin, bir işdə də olub. Dünya qopmayıb ki. Qardaş, sən onları yaxşı tanımırsan. Birləşib dövlət xalq malını talan edəndə, çırpışdıranda, dil tapıb bir-birinə güzəşdə getdiklərinə baxma. Şəxsi mallarına kəm baxan bizim kimlərinə heç zaman bağışlamarlar. Rəhimin kirayə qaldığı köhnə həyət evi kənddə toyuq-cücə saxladıqları quş damından az fərqlənirdi. Dəlmə deşiyi o qədər idi ki, zəif yanan qaz peçinin qızdırmağa gücü çatmırdı. Tok peçi işlətmək də ağabacı arvadı sərf etmirdi. Rəhimin verdiyi kirayə haqqı nə idi ki, həm qaz pulunu, həm işıq pulunu ödəyəydi. Üstəlik, ağabacı arvada da bir şey qalaydı. Ağabacı arvad Rəhimin kirayələdiyi evə bitişik evdə yaşayırdı. İki evin arasında nəfəsliyi andıran əlavə bir pəncərə vardı ki, ev sahibəsi özü tərəfdən onu pərdə tutmuşdu. Təsadüfən Rəhim tərəfdə bir taqqıltı filan eşidəndə pərdəni qaldırıb baxırdı ki, görsün nə mənədir, nə olub, tez də salırdı. Bişirdiyi yeməkdən Rəhimə pay vermək fikrinə düşəndə, yaxud televizora baxmağa çağıranda da o pərdəni aralayırdı, pəncərənin şüşəsini döyürdü. Ağabacı arvadı gününün çoxunu demək olar ki, öz xudmanı mətbəxində keçirirdi. Ağabacı arvadın bir oğlu, bir də qızı vardı. Bu oğlu qızın da hərəsindən neçə nəvəsi əmlə gəlmişdi. Onlar şəhərin müxtəlif səmtində bir-birindən aralı öz ailələri ilə yaşayırdı. Həftədə 10 gündən bir dəfə macalayıb növbə ilə arvada baş çəkirdilər. Ağabacı arvadın Sovetin dövründə babat işlərdə işləmiş, əri 7-8 il bundan qabaq rəhmətə getmişdi. Qocalığa görə aldığı pensiyanı, bir də Rəhimin verdiyi kirayə haqqı arvadın gündəlik yemək içməyinə bəs eləyirdi. Əyin başı zadı oğluna xırda para ehtiyacı da qızına baxırdı. Oğlundan qızından olsaydı, onu çoxdan yanlarına aparardı. Ağabacı arvad özü getmirdi. Sərbəstliyə öyrəşmişdi. Yaşının bu vaxtında gəlin, yeznə nəzarəti altında yaşamaq istəmirdi. Haçansa çox dirənmişdilər. O da qızına demişdi ki, təkliyimi istəmirsənsə, oğlun qalsın özünə, 4 yaşlı qız nəvəmi ver saxlayım. Mənə hayan olsun. O da vermişdi. Ağabacı arvad onu çox istəyən nəvəsinə bəlkə anasından da yaxşı baxırdı. Amma bir də görmüşdü, nəvəsi günü-gündən ət qana dolmaqdan, əmələ gəlməkdənsə gericidir. Arıqlayır, saralıb solur. O həkim qalmamışdı aparmasın. Hər tərəfli yoxlayır, heç bir xəstəlik filan tapmırdılar. Axırda qızcığazı bir nəfərin məsləhəti ilə psixoloqa göstərmişdi. O da ümumi söhbətdən sonra ağabacı arvaddan soruşmuşdu ki, uşağın tayı, yəni bacısı qardaşı varmı? Bir-birindən uzaqdılar, yoxsa yaxındılar? Ağabacı arvad da demişdi ki, qızcığazın bir qardaşı var. O da anası ilə onlardan aralı olur. Hər saat bir-birini görmürlər. Psixoloq demişdi ki, uşaqlar bir-birindən nahaq ayırmısınız. Qızcığaz qardaşının xivvətini eləyir. Ağabacı arvad birdən ayılmışdı. Körpələrin görüşündən bir-birini necə bağırlarına basıb sevindiklərini, ayrılmaq istəmədiklərini, qardaşından ayrılanda tək qalandan sonra qızcığazın necə bikeflədiyini gözünün qabağına gətirib, günahını başa düşmüş, özünü 1000 dəfə lənətləyərək uşağı anasına qaytarmışdı. Ağabacı arvad bu həyətdə tək deyildi. Həyətin o biri tərəfində başqa bir ailə yaşayırdı. Bir-birinin içində, hətta üstündə tikilmiş iri-iri evləri vardı. Hər şeydən göründüyü kimi böyük ailə idi. Bacısı ağsaqqalı, qarnayoğun saqqalı bir hacı idi, bir gözü həmişə ağabacı arvadın evində idi. Başqa bir umacığı yoxdu.
Arvadın haçan öləcəyini gözləyirdi. Hər namaza duranda qonşusu üçün bir uzun ölüm arzulayırdı. Ağabacıdan sonra oğlu qızı ilə dil tapıb evə almaq, həyat bacanı tamam əlinə keçirtmək iştahasındaydı. Arvad hacının niyyətindən xəbərdardı. Bəri baxdığını görəndə çəkinib eləmədən kişiyə dirsəyini göstərir, boğma göndərirdi. Yəni, öldüyüm günü görməyəcəksən. Acığa səni öldürüb sonra öləcəm. Doğrudan da xeyli yaş olmasına baxmayaraq, arvad hələ çox qıvraqdı. Ölmək fikri zadı yoxdur. Ağabacı arvadın ölməyini heç Rəhim də istəmirdi. Nədən ki ölsəydi, Rəhim onunla gərək iş-güc axtarmaq əvəzinə Bakının köhnə məhəllələrini qapa-qapa gəzə, kirayə qalmaq üçün başqa bir ucuz ev soraqlayaydı. Bu da uzun dərə idi. Rəhimə qətiyyən sərf ediləmirdi. Ağabacı arvadı yaxşı düşbərə bişirmişdi. Elə təzəcə ocağın üstündə düşürtmüşdü ki, bayırdakı soyuğu, qar qiyaməti fikirləşib Rəhimə yazığı gəldi. Televizora baxmağa çağırmaq adı ilə ara pəncərənin şüşəsini taqqıldatdı. Rəhim gəlib yerini rahatlayan kimi qaynar düşbərədən buğlana-buğlana bir boşqab çəkdi ki, yesin, canı qızsın. Rəhim də nəmnim eləmədən belə havada isti düşbərəyi nəmnim eləmək ağılsızlıqdır. Dil ağızla düşbərəni qaşıqladı. Qul bazarındakı kirayənişin tanışı qaldığı evdə ev sahibəsi ilə danışıb pulunu verirdi. Gündəlik yemək içməyini də hazırlayır, bişirib düşürürdü, pal-paltarını da yuyurdu. Rəhim nə vaxt belə bir təkliflə ağabacı arvada müraciət etmək istəsə də çəkinirdi. Arvadın qəlbinə toxunacağından qorxurdu. Çünki ağabacı arvad ağayana arvaddı. Qulluqçuluq filan ona yaraşmırdı. Evinə də dolanmadığını, əldən ağıza qaldığına görə kirayə vermirdi. Qonşuluqda bir həyanı olmağını istəyirdi. Rəhimdən əvvəl evinə 2 tələbə qız buraxmışdı. Bir də baxmışdı, onların dalınca qapısının gündə neçə oğlan gəlir, qızları qovmuşdu. Rəhim əvvəldən ürəyinə yatmışdı. Axşamlar evə gec gəlib eləyəndə narahat olur, öz balası kimi sorğu-suala tuturdu. Rəhim bundan incimirdi. Əksinə, arvadın bu ərkiyana sorğu-sualı qəlbini riqqətə gətirirdi. Düşbərədən sonra onlar ana-bala kimi çay içə-içə ağabacı arvadın ruh əyyamından qalma köhnə ağ-qara televizorundan verilişlərə baxmağa başladılar. Arada Hava Məlumatı Bürosu rayonlardakı havanın vəziyyəti haqqında məlumatı çatdırdı. Rəhimgil tərəfdə qar uçqunu filan olmuş, yollar bağlanmışdı. Rəhimin xəyalı o uzaq, doğma yerlərə uçdu. Neçə gündür yarı canı onsuz da kənddə arvad uşağının yanındaydı. Hava Məlumat Bürosu narahatlığını azaltmaq əvəzinə daha da artırdı. Rayondan havaların pisləşdiyini eşidən gündən bəri geri qayıtmaq istəsə də cibində fərli başlı pulu yoxdur. Tərs kimi bu dəfə gələndən iş-güc ceyran dalına çıxmışdı. Bir nəfərlə cəmi 3 günlük bir iş götürüb işləmiş, pulunu yarı bölmüşdülər. Vəssalam. İşıq qəfildən göz qırpıb təzədən yandı. Vaxtı arvad durub pəncərəni çölə boylandı. Bayırdan xəbərin var, dedi. Əsl cəhənnəmdir. Lənətləmələr işığı bir dəfəlik keçirtməsələr yaxşıdır. Bakıya gəlməmişdən elə bilirdim, işıq keçirtmə təkcə rayonda moddur, Rəhim dedi. İndikilər mod salıb, abala. Sovetin dövründə belə şey nə gəzirdi? Arvadın Sovetlə bağlı nostalji izləri çox güclü idi. O vaxtlar belə külək, qar qiyamət olurdu. Olurdu da sözdür. O küləklər indi əssə ha uçmamışdan daş qalmaz. Qar yağardı 1 metrə yarım həri. Özəl kanalda qucağındakı harın bəxtəvər pişiyin sığallayıb tumarlayan, oxşayıb öpən bir müğənni xanımı göstərdilər. Dediyinə görə bu günlərdə əməlli başlı xərc çəkərək dostlarını başına yığıb sevimli pişiyinə çal-çağırla aləm bir ad günü keçirtmişdi. Bu deyil, dövran belələrinin, onların itlərinin, pişiklərinin, ağabacı arvad bunu deyib, söz arası ətrafını zorla qızdıran qaz peçinin yanında qıvrılaraq xoruna çəkən öz pişiyinə sarı boylandı. Bu günə qədər heç özümə bir yönlü ad günü keçirtməmişəm. O da ola pişiyim. Belə şeylər artıq Rəhimi təəccübləndirmirdi. Balaqədəşdən eşitmişdi ki, varlı hallı nazir oliqarxlar, məmur oliqarxlar, prezident aparatının işçiləri saxladıkları heyvanların məsələdə tək bir itin qida rasionuna ayda 2-3 min dollar, bir dəfəlik saç düzümünə 70 manat xərcləyirlər. İrtlərin 25 manatlıq şampunla çimizdirir, üstlərinə 50 manatlıq dezodorant vururlar. Caynaqlarını manikür, pedikür elətdirirlər. Onlar hətta bahalı restoranlarda öz heyvanları üçün əməlli başlı toy çaldırırlar.
İtlərini başqalarının itləri ilə evləndirirlər, gəlin köçürür, cehiz verirlər, hədiyyələr bağışlayırlar. Hamısı xalqdan çırpışdıqları pullardır. Bilmirdilər hara xərcləsinlər. Rəhimin o pişikli müğənnidən çox acığı bu şounu təşkil edənlərə, efirə verənlərə və onun gəlişini alqışlarla qarşılayan o studiyadakı tamaşaçılara tuturdu. Gündəlik show biznes adı ilə tamaşaçılara sırınan bu cür və səviyyəsiz, mənasız verilişlər mədəniyyətimizə, əxlaqımıza təcavüz terrorudur. Bilərəkdənmi, bilmərəkdənmi əndrabadi bir söv formalaşdırır, sonra da geylənirdilər ki, ciddi şeylərə, verilişlərə baxan yoxdur. Rəhimin yadına bu yaxınlarda qul bazarına yağlı bir kişi ilə cavan bir oğlanın şahidi olduğu mübahisəsi düşdü. Cavan oğlan kişini geri qalmışdıqda muğamlardan başqa heç nəyi bəyənməməkdə estrada, caz, pop, rap, nə bilim daha hansı Avropa, qərb musiqisini başa düşməkdə, eşidəndə ağız büzməkdə günahlandırırdı. Əslində oğlan heç özü də qərb musiqisini düz əməlli anlamırdı. Başqaları qulaq asır, o da başqalarına baxıb qulaq asırdı. Kişi birdən oğlandan soruşdu. De görüm sən heç ömründə tarakan, ilan qurbağa yemisən? Tarakanın, ilan qurbağanın məsələnin dəxli. Oğlan gözünü döydü. Dəxli çoxdur, sualıma cavab ver. Kişi təkid etdi. Yeməmişəm. Bundan belə də yemək fikrim yoxdur. Oğlan lovğa-lovğa dedi. Yaxşı, xahiş etsələr necə? Yeyə bilərsənmi? Gül kimi qoyun ətini qoyub, tarakanı, qurbağanı niyə yeyirəm? Qurbağanı, tarakanı görəndə iyrənirəm. Görürsən, kişi güldü. Amma Avropalılar, qərblilər bahalı restoranlarında sənin iyrəndiyin o tarakan, ilan qurbağadan hazırlanmış yeməkləri delikates, matah bir yemək kimi gözlərinə təpir, onlarla qidalanırlar. Bax, musiqi ayrı şeydir, tarakan qurbağa ayrı. Oğlan cığalladı. Ayrı şeylər olduğunu mən də bilirəm. Kişi təzədən güldü. Sözümün canı budur ki, qərb musiqisi bizim üçün bir növ delikates kimi bir şeydir. Təbii çəkən yeyir, amma muğamlar şəxsən mənim üçün qoyun ətidir. Haçan versələr gözümə təpirəm. Bu saat xanımın müğənniyə onu alqışlamaq üçün hardan və necə studiyaya yığdıqları o zavallı gənclər də, ekran qarşısındakı tamaşaçılar da sevimli pişiyicin deyirdilər. Belə olmasaydı, ora çıxıb bu qədər adamı barmağına dolamaz, pişiyini yox, sənətini nümayiş etdirərdi. Robot kimi niyə əl çaldıqlarını bilməyən studiyadakı o gənclərin ən böyük günahı kütlə psixologiyasına yaxşı bələd olan fırıldaqçılarını şarlatanların qurduğu tələyə könüllü öz ayaqları ilə gedib girməkləri idi. Arvad hirslənib kanalı dəyişdi. Bilmirəm bunları televizora kim çıxardır. Nə deyib çıxardır. Xala, hamısı pul təli. İşbazların oyunudur, Rəhim dedi. Gündə bir yalancı ulduz qayırır, xoruz döyüşdürən kimi qızışdırıb bir-birinin üstünə salışdırır, saç yoldusuna çıxardır, soyundurur, geyindirir, kişi müğənnilərin qulaqlarına arvad sırğaları taxdırır, maşınlarını, ev eşiklərini, villalarını reklam elətdirir, bir sözlə, mədəni şəkildə başlarını ip salıb necə hara istəyirlər, orada sürüyürlər. Təki pul çıxsın, pul qazansınlar. Rəhim son günlər televizorda göstərilən maşın şounu, orada adının açıqlanmasını istəməyən bir şirkət rəhbərinin şounun gözəl xanım iştirakçılarından birinə Nissan avtomobili bağışlamasını xatırladı. Çox şübhəli, təmənalı bir məsələ idi. Rəhim yalançı səxavət göstərə bilər, elələri neçə dəfə Rəhimi qapısında qul kimi işlədib halal haqqını, pulunu can çəkə-çəkə, get-gələ sala-sala, şər-şıltıqla, kəsə-kəsə, qırta-qırta vermişdilər. Hünəri idi haqqını tələb edəndə biraz səsini qaldıraydı. Onlar qulun səsini qaldırmasını sevmirdilər. Həmin saat əlaltılarını, qul beçələrini çağırır, bəsdir deyincə mitilinə çırpdırır, pulunu ödəmədən bayıra atdırır ya da sadəcə iti qovan kimi qovdururdular. Elələri ilə danışmaq həmişə xatalı idi. Ağabacı arvadın çevirdiyi təzə kanalda bir neçə yüksək cinli məmur sözü bir-birinin ağzından qapa-qapa analoqu olmayan inkişafdan, ölkələrin bütün sahələri üzrə böyük görünməmiş maliyyətlər qazanmasından dəm vururdu. Büdcədən təkcə hərbi sahəyə ayrılmış vəsait düşmənimiz Ermənistanın ümumi büdcəsinə bərabərdir və s. Toxunacdan xəbəri olmaz. Ağabacı arvad dodağının altından öz-özünə söyləndi. Rəhim yeniyetmə vaxtı Bakı-Tiflis magistralının qırağında quzu otararkən gördüyü çox iri bir plakatı xatırladı.
Həmin plakatda SSR-nin o zaman rəhbəri Brejnevin respublikamıza gələrkən Azərbaycan haqqında dediyi sonralar uzun müddət dildə ağızda dolaşan məşhur bir kəlamı yazılmışdı. Azərbaycan iri addımlarla irəliləyir. Dələduzun biri o şüarın qarşısında Tiflisə doğru yekə bir ox işarəsi çəkmişdi. Yadındadır, onda Azərbaycanda ərzaq, xüsusən yağ qıtlığı idi. Ətraf rayonlar yağ və s. dalınca Tiflisə axışırdı. Qəribə idi, televiziya kanallarına, iqtidar yönlü qəzetlərə görə ölkə xalq necə deyərlər, süd gölündə üzürdü. Hər işimiz düzəlmişdi, qalmışdı saqqal darağımız. Müxalifət qəzetləri isə həyəcanlı təbii çalırdı ki, rüşvətxor korrupsioner iqtidar nazirləri məmurları xalqa çapıb dalayır, ölkəni uçuruma aparır, güya neft-qaz gəlirlərinin sel su kimi ölkəyə axdığı bir zamanda əhalinin hər birinin xarici ölkələrə, banklara $270 qədər borcu vardı. Həm də bu borclar azalmaqdansa durmadan artmaqdaydı. Hökumət özü xarici banklardan yüksək faizlə pul götürdüyü xalqına yüksək faizlə ipoteka krediti boyun olduğu halda Gürcüstana bir faizlə kredit verirdi. Rəhim bir zaman Qarabağ uğrunda soyuq səngərlərdə erməni ilə əlbəyaxa döyüşərkən necə çaşıb qalmışdısa, indi yenə eləcə çaşıb qalmışdı. Onda Rəhim və onun silah döyüş yoldaşları vətən naminə hər şeylərindən, ailələrindən, arvad uşaqlarından, sevgi məhəbbətlərindən, isti ev eşiklərindən, rahatlıqlarından keçmişdilər. Doğma torpaq haqq uğrunda vuruşurdular. Düşmənlə müqayisədə bu böyük üstünlükdür. İnandıqlarının görə başda oturanların, ölkəni idarə edənlərin də amalı, fikri zikri onların amalı, fikri zikri ilə eyni idi. Amma nə sirri Xuda idisə, erməniyə qalib gələ bilmədilər. Müharibəni uduzdular. Əgər məsələ bəzilərinin iddia etdiyi kimi doğrudan da Rusdaydı, Rusun erməninin dalında durmasındaydısa, Rus o vaxt heç özü bir ovuc çeçənin öhdəsindən gələ bilmirdi. Yox, deyəsən məsələ daha gəlizdi. Hakimiyyətdəkilər özlərini erməni ilə səngərdə, döyüşdə hiss etmirdilər. Səngərdəkilərlə eyni nöqtəyə, eyni hədəfə vurmurdular. Ya hədəf, ya da döyüş qaydaları fərqli idi. Belə olmasaydı, ya yüksək vəzifə sahiblərinin özlərində, ya da onların övladlarında heç olmasa biri Qarabağ uğrunda, döyüşdə, səngərdə şəhid olardı. Rəhim indi fərqində idi ki, məğlubiyyətin əsas səbəbi müharibə acısını, şəhid acısını yuxarıların aşağılar kimi qanı ilə yaşamasındaydı. Rəhim yenə cəbhədə idi. Bu cəbhə tamam fərqli bir cəbhə idi. Ailəsini, arvad uşağını dolandırmaq üçün özünü oda közə atır, çalışıb vuruşur, hər əzab əziyyətə qatlaşır, ancaq yenə uduzurdu. Adi, gündəlik məhrumiyyətlərə qalib gələ bilmirdi. Başda oturanlar yenə xalqın, vətənin rifahını düşündükləri bu amal uğrunda çalışdıqlarını iddia edirdilər. Birazdan işıqlar bir dəfəlik keçdi, Rəhim öz dəlmə deşiyi soyuq quş damına qayıtdı. Hava işıqlananda oyandı. Gecə yorğanda əlavə üstünə nə qədər pal-paltar yığmışdı. Lakin yenə canı qızmamış, üşümüş, donmuşdu. Peçin içində qaz şam kimi işıldayırdı. Gecədən sönən işıq hələ yanmırdı. Axşam tərəfi enerji şirkətinin sözçüsü televizora çıxacaq, utanmaz deyəcəkdi ki, qar boran olsa da işıqla bağlı xalqın heç bir problemi yoxdur. Deyəcəkdi ki, düzdür, bir-iki sahədə artıq yüklənmə ilə əlaqədar müvəqqəti, yəni 5-10 dəqiqə, ən pisi 1-2 saat fasilə yaranıb, lakin həmin sahələrdə əhalinin enerji təminatı tez də bərpa olunub. Bakının müxtəlif sahələrində işıqsız qalan binaların hamısı elə biləcəkdi ki, o anonim 1-2 sahənin biri təsadüfən məhz onların sahəsidir. Həm də bütün gün işıqsız qalmaları bəd bir təsadüf istisnadır, yoxsa şəhərin hər yerində hər şey öz qaydasındadır. Əvvəl Rəhim özü də belə düşünür, bu cür bilirdi. Bir gün qul bazarında işıqdan söz düşəndə anladı ki, enerji şirkətinin sözcüsü yalan danışır, xalqın başını aldadır. Qul bazarında Bakının hər tərəfində adam vardı. Hamısı da işığın bərbad vəziyyətindən giləyləyi idi. Bayıra çıxanda hər tərəfi ağappaq gördü. Quşbaşı qar yağırdı. Özünün də, ağabacı arvadın da qapısının ağzını qardan təmizlədi. Belə bir havada iş axtarmaq üçün qul bazarına getməyə dəyməzdi. Marşrut filan hələ işləmirdi. Yol rız buz bağlamışdı. Yəqin indi kənd kəsəydə vəziyyət daha betərdi.
Fikirləşdi ki, özünü birtəhər dəmir yolu vağzalına çatdırmalıdır. Hansı olursa olsun. Yevlağa tərəf gedən ilk qatara minməlidir. Çətini Yevlağa qədərdir. Oradan o yana getməyə bir şey tapardı. Yol boyu özünü danladı ki, gərək rayonda Sobezin işçisi ilə kəllələşməyə, prinsipə girməyəydi. Əksinə bu adamla birtəhər dil tapmaq, ünvanlı sosial yardım məsələsini təzədən yoluna qoymaq lazımdır. Hər nə alsa qənimətdir. Heç olmasa odun ocağı verərdi. Sovet dövründən qalma uşaq pullarının əvəzinə ortaya atılan heç harda işləmədiyinə görə ailəsinə çatacaq halal haqqını, sosial təminatını yardımın Sobezdə tələb edəndə kinayə ilə qımışmışdılar. Nümayəndə göndərib evlərindəki əşyaları siyahlaşdırmışdılar. Rəngli televizoru, soyuducusunu, mebelini görəndə onlara yardım düşmədiyini söyləmişdilər. Matı qutu qurumuşdu. Bu necə əndirabadi qanun qaydaydı ilahi. Kim hansı başdan xarab qurub qoşmuşdu. Televizorun, soyuducunun, mebelin yardıma nə dəxli vardı? Axı bunları qazanıb öz pulu ilə almamışdı. Arvadının cehizi idi. Dədəsi evindən gətirmişdi. İkincisi, televizor, soyuducu, mebel haçandan ailə arvad uşaq dolandıran olmuşdu. Çox çək-çevirdən, get-gəldən sonra qandırmışdılar ki, 200 manat versələ məsələni yoluna qoyarlar. Bu dəfə Rəhim rişxəndlə gülmüşdü ki, 200 manatım olsaydı, daha sizə niyə ağız açırdım? Demişdilər, onda bir şərtlə düzəldərək ki, alacağının 2 ayı bizimdir. Biz götürəcəyik. Rəhim yenə atılıb düşmüş, ora-bura çıxacağı, şikayət edəcəyi ilə hədələmişdi. Başa salmışdılar ki, xeyri yoxdur. Havayıdan özünü yormasın. Onun hədələdiyi yuxarılara, bellərə bağlı olmasa, bu boyda qələti qarışdırmazlar. Rəhim sonda ağ bayrağını qaldırmışdı. Daha doğrusu, dəsmalını çıxardıb üz-gözünün tərini silmiş, razılığını bildirmiş, bu haqq hesab hər 6 aydan bir təzələnməli idi. 6 ay bitsə də Rəhim ikinci dəfə haqq hesabı təzələməyə getməmişdi. Onlar da yardımı kəsmişdilər. İndi peşmandı. Rəhim Yevlaxda qatardan düşəndən sonra yollarda necə maşın dəyişə-dəyişə axşam qaranlıqda kəndə yetişdi. Bacısının anasına pıçıldadığı sözlər qardaşını çox həyəcanlandırmışdı. Həmin gecə yatmamış, onları yuxuya verəndən sonra sırıqlısını geyinmiş, qulaqlı papağını başına keçirtmiş, səssizcə bayıra çıxmışdı. Baltanı, dəhrəni bərk-bərk gizlətsə də ürəyi ayırxan olmamış, çöldə artırmada qapıya qaravol çəkməyə başlamışdı. Gecənin bir vaxtı qapının ağzında büzüşərək yuxuya getmişdi. Səlimə soyuqlar düşəndə gecələr çək-çəkə ilə yatırdı. Tez-tez yuxudan aylar uşaqlarını nəzarət edirdi. Hansı üstünü açsaydı, qaytarıb yorğanın üstünü örtür, kürəyini bastırırdı ki, səhərəcən soyuqlamasın. Gecə ayılanda oğlunu yatağında tapmayıb bərk təəccübləndi. Yun şalını bürünüb tez bayıra çıxdı. Qapını açanda oğlunun kəndarda yumaq kimi büzüşərək yatdığını gördü. Həmin qış gilas ağacı oğlanın fədakarlığı sayəsində qadabaladan sovuşsa da, həkimlər onun özünün ayaq barmaqlarının ikisini kəsilən ağaclar kimi kəsib atmalı oldular. Son.